Hamıya salam. Bugün sizə 36 sözdən 3-cü söz olan dişləri fırçalamaq haqqında danışacağam. Dişləri fırçalamaq əlbəttə ki, vacibdir. Çünki dişlər bizə Allah tərəfindən verilən əmanətdir, eyni zamanda nemətdir. Bugünə kimi dişlərimiz yüzündən çox böyük problemlər yaşamışıq, amma heç olmasa bugündən sonra onları qorumağa çalışaq. Dişləri qorumaq üçün vacib olan bir-iki şey var ki, onları sizinlə bölüşmək istəyirəm. Hansılar ki, öz həyatıma tətbiq edirəm və faydalı olacağına çox inanıram. Qeyd edim ki, bu fikirlərin heç biri heç bir stomatoloqa aid deyil. Gündə 2 dəfə səhər yeməkdən sonra, axşam yatmazdan əvvəl 2 dəqiqə dişlərini fırçala. Bir gündən çox qaldığın yerlərə diş fırçanı apar. Misvakdan da istifadə etməyi şiddətli şəkildə məsləhət bilirəm. Dişləri zayi eləyəcək qidalardan tum, popkorn, qazlı içəcəklər, şokolad, şirniyyat, möhkəm və sərt qidalardan uzaq dur. Yeməkdən sonra ağzı 3 dəfə yaxalamağı unutma.